Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Bildiyiniz kimi İran xüsusi xidmət orqanları artıq təzyiq ediblər. Yəni birbaşa Sepah təzyiq elədi İran prezidenti Pezeşkiyana. Pezeşkiyan bilirsiniz ki, Azərbaycandan üzr istəmişdi dünən, həmin o üzrünü geri götürdü. Yəni Pezeşkiyan bildirdi ki, biz üzr istəməmişik, sadəcə olaraq qonşu dövlətlərin əhalisini xəbərdar etmişik ki, yəni bu məsələlərlə bağlı narahat olmasınlar. Yəni ki, bizim tərəfə hər hansı bir hərbi müdaxilə olarsa biz cavab verəcək. Bizim fikrimiz bu olub. Yəni deməyim ondan ibarətdir ki, Pezeşkiyanı Sepah məcbur elədi ki, o öz üzrünü geri götürdü. Və demək, biz də belə bir qərara gəlirik ki, artıq İranda hərc-mərcilikdir, İranda rəhbərlik sayılmır artıq, İranda hal-hazırda xaosdur. Ona görə də bu xaosda bəzi orada vəhşi komandanlar var, öz vəhşiliklərini diktə edirlər ki, özləri istədiyi kimi İranı idarə eləsinlər. Şəxsən mən özüm hesab edirəm ki, elə İranın özünü Sepah dağıdacaq. İran hatta dövləti paramparça Sepah eləyəcək və Amerika prezidenti Trump'ın İran xəritəsi dəyişiləcək deyə bir fikri onlarda daha da bir azğınlaşma yaranıb, vəhşiləşmə yaranıb, qudurmuşluq artıq qudurublar. Bu döyüşlərdən, bu qan tökməkdən. Ona görə də hər an Azərbaycana bu Molla Fars rejimi saldıra bilər. Və yenə bir daha təkrar edirəm ki, biz hesab edirik ki, şəxsən mənim bu fikrimdir, yəqin ki, mənim fikrimdə olan çox insanlar var, İranın özünü elə Sepah dağıdacaq. Sepah dağıdacaq. Bu günləri də bunun ardından, Pezeşkiyanın ardından demək, İranın o hərbi bir qurumu var, ən möhtəmər hərbi qurumu sayılır onların bu. Demək, Hatəm Əl-Ənbiya mərkəzi qərargahı qərar verib ki, Azərbaycana xitab ilə müraciət eləyib ki, Hatəm Əl-Ənbiya mərkəzi qərargahı Azərbaycanın ərazisində siyonistlər var. Yəni o siyonistlər qovulmasa Azərbaycanın içərisindən biz Azərbaycana müdaxilə ediləcək. İndi hansı müdaxiləni deyib özləri bilirlər. Yəni bu böyük bir təhdiddir Azərbaycan üçün. Azərbaycanı təhdid eləyir. Yəni bu siyonist deyəndə kimləri nəzərdə tutur? Siyonist deyəndə bunlar Azərbaycanda yaşayan Yahudiləri, Amerikalıları, yəni kimi nəsə düşmənçilik yaparlar, onları nəzərdə tutur. Biz indi çox belə həyasız bir siyasət yürüdürlər. Əvvəla Azərbaycan kiminlə dostluq eləyir, Azərbaycanın ərazisində kimlərin yaşadığı, kimlərin fəaliyyət göstərəcəyinə Azərbaycan özü, dövləti özü qərar verir. Sizin fikrinizcə Azərbaycan heç vaxtı bir yol eləməyəcək, bir yol göstərməyəcək yəni. Yəni ki, sizin fikrinizdən bir yol çizməyəcək özü isə. Azərbaycan müstəqil dövlətdir, Azərbaycan müstəqil siyasət yürüdür dünyada. Sizin fikrinizcə, sizə görə Azərbaycan heç kimdən düşmən olası deyil. Hələ İran kimi bir dövlətlə, yəni Azərbaycan müharibə apararkən, Azərbaycan 31 il savaş verərkən, gedib Ermənistanın yanında durub, Azərbaycana qarşı siyasət aparan bir dövlətə, Azərbaycanla düşmənçilik yaparan bir dövlətin yanında olub, onu silahla və digər təchiz edən mallarla, sənaye mallarından tutulmuş hərbi mallara qədər təchiz edən bir dövlətin biz bu günləri sözü ilə oturub durası deyirik. Çox qəribə bir şey var burada ki, axı İran hansı düşüncə ilə buna bizə şərt qoyur ki, sizin Azərbaycanın içərisində siyonistləri qovun, yoxsa biz Azərbaycanı təhdid edirik, vuracaq, nə bilim nə və ilaxır.
Axı hansı vicdanla siz bunu deyirsiniz? Azərbaycan axı savaş verərkən siz Azərbaycana düşmən olan dövlətin yanında durdunuz. Azərbaycana 100 illərdir düşmənçilik aparırsınız siz. Hansı əqidə ilə, hansı vicdanla, hansı ləyaqətlə siz bu Azərbaycana bunu bir şərt qoyursunuz bu? Və Azərbaycanın daxilində olan faşbaşlar anlamalıdırlar ki, İran hansı mövqeydədir? Bugünə qədər anlamırdılar. Azərbaycanın içindəki faşbaşlar var. Bunlar anlamırdılar ki, və yaxud da bəzi şeyləri anlayırdılar. Özlərinin anlamamazlığa vururdular. Bir çoxları da birbaşa İranın Sepahın agenturası var Azərbaycanın daxilindəki elə bir siyasət aparırlar və İranı dəstəkləyirlər. Buradan kör gözlər görsün ki, İran Azərbaycana qarşı hansı mövqeydədir, hal-hazırda özü savaşın içində olurlar. Görün, indi bir zamanlar biz savaşda olarkən bu dövlət hansı mövqedə durub. Özü savaşın içində ola-ola, yəni bunu bombalayan İsrail də Amerikadır. Bu gedib İsraili Amerikanı bombalamaq əvəzinə Azərbaycana raketlər atır. Azərbaycanı hədələyir. Yəni bu qədərinə düşmənçiliyin bu qədərində ola bilməz. Buradan biz həmin bu Naxçıvana İranın hərbi təcavüzündən, terrorundan sonra Türkiyə dövlətinin rəhbəri Rəcəb Tayyip Erdoğan kəskin mövqe qoydu ortaya. Həmin bununla bağlı olaraq biz Azərbaycan ölkə ictimaiyyətinin nümayəndələri olaraq Rəcəb Tayyip Erdoğana təşəkkürümüzü bildiririk, Türkiyə dövlətinə təşəkkürümüzü bildiririk, Pakistanın dövlətinə təşəkkürümüzü bildiririk, Azərbaycan ölkə ictimaiyyətinin nümayəndələri olaraq ortaya qoyduqları mövqeyə görə və buradan bir daha İrana səslənirik, İranı dəstək verən insanlara səslənirik ki, onu biləsiniz ki, İranın Farsmolla rejiminin ömrünün axırına çox az qalıb, ona görə də son nəfəsində belə bir hərəkətlər, belə bir quduzlaşmış addımlar atır, belə bir qonşu dövlətlərə təhdidlərdə bulunur. Əziz dostlar, əziz millətim, mən bununla da fikrimi bitirirəm. Qopuz TV olaraq hər zaman biz bu məsələni nəzarətdə saxlayacağıq və bütün məsələlərlə bağlı ortaya ölkə ictimaiyyəti adından, ölkə ictimaiyyətinin nümayəndələri adına mövqelərimizi qoyacaq. Çox sağ olun, gecəniz xeyrə qalsın. Sizinlə Qopuz TV Qopuz TV-nin direktoru, Qopuz Media Qrupunun rəhbəri Azad İskəndərli idi.